Abituriyentlər, qəbul imtahanı münasibətilə hamınızı təbrik edirəm. Mayın 24-2026-cı il 3-cü qruplar A variantına baxırıq. Təxminən həmin dəqiqə görək hansı suallarımızda cavablar necə olmalıdır. İlk sualdan deyil, ikinci sualdan başlayacağıq. Hansı cümlələrdə söz birləşməsi ilə ifadə olunmuş tamamlıq işlənmişdir? Birinci cümləyə baxırıq. Ziyanın yarısından dönmək xeyirdir. Nədir xeyirdir? Nə? Ziyanın yarısından dönmək. Burada abituriyent yanlışlığa yol vermişdir. Mübtədanı fe'li birləşməni, yəni fe'li tərkibi səhv olaraq parçalamış və tamamlıq kimi götürmüşdür. İkinci cümləmizdə deyir ki, onun əlindəki balaca saz atasının dostundan yadigar qalmışdı. Nə olmuşdu? Yadigar qalmışdı. Nə? Saz, hansı balaca? Onun əlindəki və s. Kimdən? Atasının dostundan. Babam həmişə dostunun məzəli söhbətlərindən danışardı. Nə edərdi danışardı? Kim? Babam. Nədən? Dostunun məzəli söhbətlərindən. Söz birləşməsidir. Bu da 2-3. Bir sıra qəzetlərdə məqalələri çap olunmuşdur. Nə etmişdir? Çap olunmuşdur. Nəyi? Məqalələri, onun məqalələri. Burada nədə qəzetlərdə, hansı qəzetlərdə bir sıra və s. Onlar daim işıq və səadət içində olan uşaqlara mı, aşıqlara mı, üzr istəyirəm, bənziyirdilər. Nə edirdilər, bənziyirdilər? Kim onlar, nəyə? Səadət içində olan uşaqlara filan. Burada da uşaqlara sadəcə tamamlıqdır. Ona görə də söz birləşməsi olanlar yalnız 2 və 3-dür. Üçüncü suala davam edirik. Birinci, ikinci, üçüncü şərtlər var orada. Yalnız ismi birləşmə aid nümunələr var.